Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Mən riyaziyyat müəlliminiz Vüsal Məhərrəmov. Bu videoda sizlərə Güvən Nəşriyyatının bizə təqdim etdiyi riyaziyyat kitabından natural ədədlər bölməsinin bölünmə əlamətləri mövzusundan danışacağıq. Natural ədədlər bölməsi üzrə digər videolarımızdan yuxarıda çıxan kartlardan və ya videonun açıqlama hissəsində sizlərə təqdim etdiyimiz linklərdən daxil olmaqla izləyə bilərsiniz. Dərsimizə keçməzdən öncə diqqətinizə çatdırmaq istəyirəm ki, sentyabr ayında təşkil ediləcək onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman ekranda gördüyünüz telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək videoya. Əziz şagirdlər, bəzi hallarda natural ədədlərdən bir natural ədədin digər natural ədədə qalıqsız bölünüb bölünmədiyini, bölməni yerinə yetirmədən də bilmək olur. Bunun üçün biz mütləq şəkildə bölünmə əlamətlərinə baxmalıyıq. İndi sizə bir neçə bölünmə əlamətlərini və onlara uyğun olaraq misalları izah edəcəyik. İlk öncə başlayırıq 2-yə bölünmə əlamətindən. 2-yə hansı ədədlər bölünür? 2-yə cüt ədədlər bölünür. Bütün cüt ədədlər 2-yə bölünür. Yəni 2, 4, 6, 8, məsələn, deyək ki, 1398, 5666 və s. ədədlər, yəni bütün cüt ədədlər 2-yə bölünür. 3-ə bölünmə əlamətinə baxırıq. 3-ə bölünmə əlaməti nədir? Hansı ədədlər 3-ə bölünür? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Məsələn, tutaq ki, A, B, C ədədimiz var. 3 rəqəmli ədəddir. Bu ədədin 3-ə bölünməsi üçün A plus B plus C cəmi ilə alınan ədədimiz mütləq şəkildə 3-ə bölünməlidir. Məsəl üçün, bir ədəd yazaq. 651 ədədi. 651 ədədinin gəlin birlikdə 3-ə bölünüb bölünmədiyini müəyyənləşdirək. Deməli, 651 ədədinin 3-ə bölündüyünü müəyyənləşdirmək üçün 651-in rəqəmlərinin cəmini tapmalıyıq. Yəni, 6 plus 5 plus 1 bərabərdir. 6-ın üstünə 5 gəldikdə 11, üzərinə 1 gəldikdə 12 ədədini alacaq. Deməli, 12 ədədi özü də həqiqətində 3-ə bölünür. İndi isə keçək 4-ə bölünmə əlamətinə. 4-ə hansı ədədlər bölünür? 4-ə o ədədlər bölünür ki, ədədin sonuncu 2 rəqəmi 0 ilə bitsin, yaxud sonuncu 2 rəqəmi 4-ə bölünən ədədlər olsun. Məsələn, bir ədədə baxaq. 435.000. Belə bir ədədə baxırıq. 435.000 ədədinin 4-ə qalıqsız bölünüb bölünmədiyini müəyyənləşdirməkdən ötürü 435.000 ədədinin sonuncu 2 rəqəminə baxırıq ki, 0 ilə bitibdir. Məsələn, başqa bir ədəd deyək. 1496 ədədinə baxırıq. 1496 ədədinin baxaq görək 4-ə bölünürmü? Sonuncu 2 rəqəminə baxırıq ki, bəli, 96 ədədi 4-ə bölünür. Deməli, 1496 ədədi özü də 4-ə bölünür. Keçək 5-ə bölünmə əlamətinə. Əziz şagirdlər, 5-ə hansı ədədlərimiz bölünür? 5-ə sonu 0 və 5 ilə bitən bütün ədədlərimiz 5-ə bölünür. Məsələn, 1465 ədədi 5-ə bölünür. Çünki sonuncu rəqəmi 5-dir. Məsələn, 12.000 ədədinə baxırıq. 12.000 ədədində sonu 0 ilə bitdi. Məsələn, 500. 5-ə bölünür. Daha doğrusu 5000. 5-ə bölünür. 395. Yenə sonu 5 ilə bitdi. Bu ədədlərimizin hər biri 5-ə qalıqsız bölünür. İndi keçək 6-ya bölünmə əlamətinə. Əziz şagirdlər, 6-ya hansı ədədlər bölünür? Bunu yadda saxlamalıyıq.
Bunu yadda saxlamaq üçün bildiyimiz kimi 6 2 sadə ədədin hansı şəklində göstərə bilərik də biz. Yəni 6-nı bərabərdir 2 vurulsun 3 şəklində göstərməliyik, göstərə bilərik. Deməli biz 6-nı 2 vurulsun 3 şəklində göstərə biliriksə və biz 2-yə bölünmə əlamətini və 3-ə bölünmə əlamətini biliriksə və 2 və 3-ə bölünmə əlamətlərinin hər ikisi tətbiq edilirsə bu 6-ya bölünmə əlamətidir. Deməli 6-ya bölünmə əlaməti nədir? Eyni zamanda həm 2-yə, həm də 3-ə qalıqsız bölünən bütün ədədlər 6-ya bölünür. Məsələn, gəlin baxaq 324 ədədinə. 324 ədədinə. Bu 324 ədədi baxaq görək 2-yə bölünürmü? Bəli, cüt ədəddir. Sonu 4 ilə bitdi. Deməli, bu 2-yə problem yoxdur. Bölünür. İndi gəlin baxaq 3-ə bölünürmü? 3 plus 2 plus 4 bərabərdir 9. Bəli, bu ədədimiz həm də 3-ə bölünür. Deməli, 324 ədədi 6-ya qalıqsız bölünür. İndi baxırıq 8-ə bölünmə əlamətinə. Uşaqlar, 8-ə hansı ədədlərimiz bölünür? 8-ə bölünmə əlaməti 4-ə bölünmə əlamətinə oxşardır. Yuxarı biz qeyd etdik ki, 4-ə son 2 rəqəmi 4-ə bölünən yaxud 0-la bitən ədədlər 4-ə bölünür. 8-ə bölünmə əlamətində isə son 3 rəqəmi 8-ə bölünən ədədlər yaxud son 3 rəqəmi 0-la bitən ədədlərimiz 8-ə bölünür. Başqa bir ədəd 86064. 86064. Sonuncu 3 rəqəminə baxırıq. Bəli, 064. Deyək ki, 64 8-ə tam olaraq bölünür. Deməli, bu ədədimiz 8-ə bölünür. 9-a bölünmə əlaməti. Uşaqlar, 9-a bölünmə əlaməti isə 3-ə bölünmə əlaməti ilə oxşardır. Yəni, biz 3-ə bölünmə əlamətində dedik ki, rəqəmlərinin cəmi 3-ə bölündükdə bu ədəd 3-ə bölünür. 9-a bölünmə əlamətində də eyni qayda deyirik. Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Məsələn, A, B, C və D. Deyək ki, 4 rəqəmli bir ədədimizdir. Bu ədədin rəqəmlərinin cəmini tapırıq. Yəni, A plus B plus C plus D ədədinə baxırıq. Əgər aldığımız ədəd 9-a tam bölünürsə, deməli bizim ədədimiz 9-a bölünür. İndi gəlin bu 9-a bölünmə əlamətini bir misalla yoxlayaq. 1548 ədədinə baxaq. Məsələn, 1548 ədədinə baxaq. Baxaq görək 1548 ədədi 9-a tam bölünürmü? Bundan ötürü 1548 ədədinin rəqəmlərinin cəmini tapmalıyıq. Yəni 1 plus 5 plus 4 plus 8 ədədinə baxırıq. Bu rəqəm bərabərdir 1, 5, 6, 6-nın üzərində 4 gəldikdə 14, 10, daha doğrusu 10-un üzərində 8 gəldikdə 18. Həqiqətən də 18 ədədi 9-a bölündüyü üçün 1548 ədədi 9-a qalıqsız bölünür. Davam edirik 10-a bölünmə əlaməti. 10-a hansı ədədlər bölünür? Bunu deyirik. Sonuncu rəqəmi 0-la bitən bütün ədədlərimiz 10-a bölünür. Məsələn, ən kiçiyi başlayır 10-la. 10, 100, 1000, məsələn, 10.000 və s. ədədlərimiz var ki, bu ədədlərimiz 10-a bölünür. Sonu 0-la bitən bütün ədədlər 10-a bölünür. Keçirik 12-yə bölünmə əlamətinə. 12-yə hansı ədədlər bölünür? Uşaqlar, buna baxırıq. 12-yə bölünmə əlaməti də 6-ya bölünmə əlamətinə oxşardır. Yəni, 12 hansı ədədlərin hasili deməkdir? 3 vurulsun 4-ün hasili deməkdir. Yəni, 12 3 vurulsun 4-ün hasili deməkdirsə, biz onda deyirik ki, eyni zamanda 3-ə və 4-ə bölünən ədədlər 12-yə bölünür. Yaxud biz bu qaydanı belə deyə bilərik. Rəqəmlərinin cəmi 3-ə bölünən sonuncu 2 rəqəmin 0 və 4-ə bölünən ədədlər 12-yə bölünür. Biraz qəliz dedik, amma yəni bu ədədlər 12-yə bölünür. Eyni zamanda 3-ə və 4-ə bölünən ədədlərimiz 12-yə bölünür. Məsələn, baxaq bir dənə misal. 1548 ədədinə baxırıq. 1548 ədədinə baxırıq. Baxırıq ki, sonuncu 2 rəqəmi 48-dir. Yəni, bu 4-ə tam bölünür. İndi baxaq ki, 1548 ədədinin rəqəmlərinin cəmi 3-ə bölünürmü? 1 plus 5 plus 4 plus 8-ə baxırıq. Bərabərdir
6, 10, 18. Deməli, bu ədədimiz həm də nədir? 3-ə bölünür. Deməli, 1548 ədədi həqiqətən də 12-yə tam bölünür. Ümumi halda uşaqlar, belə deyə bilərik ki, m və n qarşılıqlı sadə ədədlər olarsa və a bərabərdir m-in hasili şərti ödənilirsə, bu zaman m-ə və n-ə bölünən ədədlər elə a-ya bölünür. Məsələn, biz bunu 6-ya bölünmə və 12-yə bölünmə əlamətini uyğun olaraq yaza bilərik. Məsələn, a-nın əvəzində deyək ki, 6 durubdur, bərabərdir. M-in yerində 2, N-in yerində 3-dür. Baxın, 2 və 3 qarşılıqlı sadə ədədlərdir. Deməli, biz qaydanı necə dedik? Eyni zamanda 2-yə və 3-ə bölünən ədədlər, yaxud eyni zamanda M-ə və N-ə bölünən ədədlər elə A-ya bölünür. Bu deməkdir. Məsələn, 12-yə bölünmə əlamətini dedik biz bayaqlar. Biz 12-yə bölünmə əlamətini 3 vurulsun 4 şəklində göstərdik. Biz 12-yə, məsəl üçün, belə də yaza bilərik. 12 bərabərdir 12 vurulsun 1 hasildə deyə bilərik. 12 bərabərdir 2 vurulsun 6 da deyə bilərik. Məsələn, 12 vurulsun 1 bunu deyə bilmirik. Çünki 12 və 1-ə bölünən ədəd söhbətini deyə bilmirik. Amma 12-ni 2 və 6 qeyd edə bilərik. Çünki biz 2-yə bölünmə əlamətini də bildik, artıq 6-ya bölünmə əlamətini də bildik. Amma bunu deməyəcəyik. Çünki biz axı yuxarıda qeyd etdik, m və n qarşılıqlı sadə ədədlərdir. Yəni 12-ni hasil şəklində göstərdiyimiz ədədlər mütləq şəkildə qarşılıqlı sadə ədədlər olmalıdır. Yəni biz 12-ni 3 vurulsun 4 şəklində göstərə bilərik. Deməli, biz istənilən ədədin bölünmə əlamətini özümüz müəyyənləşdirə bilərik. Gəlin müəyyənləşdirək. Məsələn, 15-ə bölünmə əlamətini deyirəm. Özümüzdən bir əlamət hazırlayaq. 15-ə hansı ədədlər bölünür? A bərabərdir m-in şərtinə görə 15-ə bölünən ədədlər hasili 15-ə bərabər olan qarşılıqlı sadə ədədləri müəyyənləşdirək. Biri 3-dür, biri 5-dir. Deməli, 15-ə bölünmə əlaməti belədir. Eyni zamanda 3-ə və 5-ə bölünən ədədlər 15-ə bölünür. Yəni, ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə və sonu 0 və 5 ilə bitirsə, bu ədədlərimiz 15-ə bölünür. Başqa bir misal deyək, məsələn, 18-ə bölünmə əlaməti. 18-ə hansı ədədlərimiz bölünə bilər, uşaqlar? Gəlin baxaq. 18 2 vurulsun 9-dur, düzdürmü? Sonra 18 3 vurulsun 6-dır və s. 6 vurulsun 3 və s. İndi baxırıq. 3 vurulsun 6 şərti ödənməyəcək. Çünki 3 və 6 qarşılıqlı sadə ədəd deyil. Yəni, ortaq sadə vurğu var bunların 3-dür. Amma 18-ə bölünmə əlamətini 2 və 9 hasil şəklində göstərsək, 2 və 9 ortaq sadə vurğu yoxdur. Deməli, 18-ə bölünmə əlaməti nədir? Eyni zamanda həm 2-yə, həm də 9-a bölünən ədədlər 18-ə bölünür. Yaxud belə deyirik. Rəqəmlərinin cəmi 9-a bölünən bütün cüt ədədlər 18-ə qalıqsız bölünür. Bu da oldu bizim bölünmə əlamətləri. İndi isə bölünmə əlamətləri ilə dərsimiz davam etdirilir. Dərsimizin əsas maraqlı hissəsi var. Ona baxaq indi. Deməli, uşaqlar, belə bir qaydamız var. Bu qaydanı əzbər olaraq yadda saxlaya bilməsəniz də, misal həllini başa düşəsi olsanız, daha yaxşı yadda saxlaya bilərsiniz. Qaydamız belədir. A ədədinin B-yə bölünməsindən alınan qalıq B-yə bölünmə əlamətini tətbiq etməklə, baxın, A ədədinin B-yə bölünməsindən alınan qalıq B-yə bölünmə əlamətini tətbiq etməklə A ədədinin B-yə bölünməsindən alınan qalığa bərabərdir. Bu nə deməkdir? Düzdür, biraz qəliz qaydadır, amma misal həlində biz bunu daha aydın görə bilərik, daha aydın izahı başa düşərsiniz. Məsələn, 1429 ədədindən danışırıq. 1429 ədədi. 1429 ədədinin deyil, 5-ə bölünməsindən alınan qalığı tapın. C və burada eritmişdik qalığı xatırlasın. 1429 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın deyir. Biz 1429 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapmaq üçün biz bu ədədimizi götürüb kənarda 5-ə bölüb vaxt itkisinə yol vermirik. Məsələn, 1429 biz bunu
Bölək 5-ə deyək ki, 14-də 2 dəfə 10 və s. Bunu bu qədər davam etməyəcək. Çünki burada məsələn 4 rəqəmli ədəd də ola bilər ki, 8, 10 rəqəmli ədəd də ola bilər və deyək ki, bu ədədin 5-ə, 3-ə bölünməsindən alınan qalığı tapın deyər. Bunu tapmaq üçün qaydamız necədir? Baxırıq ədədimizin sonuncu rəqəminə. Baxın, 1429 ədədinin sonuncu rəqəmi nədir? 9-dur. Sonuncu rəqəm bölünəndən böyük olmalıdır. Kiçik olarsa sonuncu 2 rəqəminə baxacaq. Əgər o da kiçik olarsa, məsəl üçün gəlin belə deyək. 1429 ədədinin 30-a bölünməsindən, məsələn belə bir sual deyir. 30-a bölünməsindən alınan qalıq tapın. Baxırıq ki, sonuncu rəqəmimiz 9 da 30-dan kiçikdir, 29 da 30-dan kiçikdir. O zaman son 3 rəqəminin 30-a bölünməsindən alınan qalığı tapırıq. İndi bizdə burada baxın, deyir ki, 1429 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın deyir. Baxırıq ki, sonuncu rəqəmimiz nədir? 9-dur. 9-un 5-ə bölünməsindən alınan qalığı tapsaq, tapacaq ki, 1, 5 dəfə 4. Qalıqda qaldı 4. Deməli, 1529 ədədini biz kənarda həqiqətən də 5-ə bölsək, qalıqda sonda 4 qiymətini almış olacaq. A1 ədədinin B-yə bölünməsindən alınan qalıq R1-ə, A2 ədədinin B-yə bölünməsindən alınan qalıq isə R2-yə bərabər olarsa, biz o zaman deyirik ki, A1 üstə gələk A2, A1 vurulsun A2, A1 üstü N ədədlərinin B-yə bölünməsindən alınan qalıqla uyğun olaraq, baxın, A1 üstə gələk A2 ədədinin B-yə bölünməsindən alınan qalıq, baxın, bu bir daha deyirəm, ola bilsin ki, fikrimi tam aydın izah edə bilmədim, ona görə təkrar bir daha deyirəm, baxın, A1 ədədini biz B-yə böldük, qalıqda R1 tapdıq. A2 ədədini, indi bu misal üzərində daha aydın olacaqdır. A2 ədədini B-yə böldükdə qalıqda R2-ni tapdıq. Deyirik ki, əgər bu şərt ödənilərsə, ilk öncə A1 üstə gələk A2 cəminin, baxın, bu cəmin B-yə bölünməsindən alınan qalıq R1 üstə gələk R2 olacaqdır. A1 vurulsun A2 hasilinin B-yə bölünməsindən alınan qalıq isə olacaqdır R1 vurulsun R2 olacaqdır. A1 üstündə N ədədinin B-yə bölünməsindən alınan qalıq isə olacaqdır R1-in N-ci dərəcədən qüvvəti olacaqdır. Yəni, indi bunu bir misal üzərində həll edək. Bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapın deyir. Yəni, burada natamam qisməti nə oldu? Bizə maraqlı deyil. Bizə sadəcə qalıq lazımdır. Bu ədədin 5-ə bölünməsindən alınan qalığı təbii ki, biz 1424-ü 357 vurub üzərinə 698-i gələrək və sonuncu, az öncə dediyimiz rəqəmin, sonda duran rəqəmin 5-ə bölünməsindən alınan qalığı tapmaqla da müəyyənləşdirə bilərik. Amma o, bir qədər çox vaxt alır. Ona görə biz nə edirik? İlk öncə 1424 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapırıq. Bu ədədin 5-ə bölünməsindən alınan qalığımız nəyə bərabər? Sonuncu rəqəmə baxırıq ki, 4 5-dən kiçikdir. Deməli, biz 4-ə yox, 24-ə baxacaq. 24-ün 5-ə bölünməsindən alınan qalıq 4 dəfə qalıqda da qalır elə 4-ün özü. Sonra baxırıq 357 ədədinə. 357 ədədinin 5-ə bölünməsindən alınan qalığa baxırıq. Deməli, biz sonuncuya baxırıq. 7. 7-ni 5-ə böldükdə 1 dəfə düşdü, qalıqda qaldı 2. Sonra baxırıq 698 ədədinə. 698 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapırıq. 8-də 1 dəfə, qalıqda qaldı 3. Deməli, biz bu ədədlərin hər birinin ayıraraq da 5-ə bölünməsindən alınan qalığı tapdıq. İndi isə qalıqları
uyğun olaraq bunların ədədlərin yerində yazırıq. Yəni 1024-ün yerinə yazırıq 4 vurulsun 357-nin yerinə yazırıq 2 üstə gələk 698-in yerinə yazırıq 3 üstə gələk 3. Bərabərdir tapırıq. 4 dəfə 2 8 üzərinə 3 gəldikdə edir nə? 11. İndi 11 5-ə bölünmədən alınan qalıq deyil. Yəni testlərdə doğru variant kimi 11-in özü də göstərilir. Məsələn, burada cəmi. Amma 11 deyil. Bizim misalımızın həlli hələ davam edir. Biz yenidən 11-i 5-ə böləcəyik və alınan qalığı tapacağıq ki, 2 dəfə qalıqda qaldı 1. Deməli, 1024 vurulsun 357 üstə gələk 698 ədədinin 5-ə bölünməsindən alınan qalığımız 1-ə bərabər olacaqdır. Əziz şagirdlərimiz, bugünlük bu qədər. Növbəti dərsimiz mürəkkəb ədədlərin sadə qruplara ayrılışı olacaqdır. Yəni, natural ədədlər bölünməsi üzrə mürəkkəb ədədlərin sadə qruplara ayrılışı olacaqdır. Əgər bu dərsimiz sizin üçün maraqlı və ya faydalı oldusa, o zaman videomuzu bəyənərək kanalımıza abunə olun. Çünki abunə olun ki, mütəmadi olaraq biz tez-tez videolar paylaşacağıq. Həmin videolardan vaxtında xəbərdar olasınız. Vaxtında xəbərdar olmaq üçün isə bildirişləri aktiv etməlisiniz. Onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, yuxarıda gördüyünüz telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti videolarda görüşənədək sağlıqla qalın.